Salam aleyküm, əziz izləyicilər. Kuzu kəlləsinin təmizlənməsini və baxın, hazırlanması, pişirməsini göstərəcəm. Bismillah. Əziz izləyicilər, bax bunu buradan təmizləmək üçün birinci bax bu şəkildə kəsirik, bax belə. Ata, bana da gəlir, meçirmə yürü olmuyor. Qoğulur da balam, qoğulur. Yaxşı. Ben de gezeceğim. Ben maşınla gelmişsem istemem. Bu şəkildə bunu kəsdikdən sonra bunu Diline bak ata. hə? Diline. Dibini pisliğim. Ben seni seviyorum. Bunun bu hissəsini kəsirik. Kaşandır. Bax bu hissədən kəsəcəyik ki, bu çirk hissəsi də bax bu şəkildə. Bu şəkildə kəsirik. Arxasını təmizləyirik. İndi bunları təmiz yumaq lazımdır. Sizə təmiz olmalı. Yəni bunlar yeyilmir. Bu şəkildə atın. Əziz izləyicilər, xüsusi sos hazırlayıram. Bu şəkildə. Bax bu vəziyyətdə. Bunu biraz qoyuruq xaldanyakda 1 saat. Bunu yox ya. İki bərabər. Pincili verdim. Bunlar işləyir, işə keçirir. Bu razmarin gedir bu. Bizim dildə amma Bakı dilində buna ət otu deyirlər. Ətin arasına vurursan bundan, dərdi nə, sən də gəl. Bir də sarımsaq, ən əsası. Onu ləzzətli dad verəcək. Yox, sarımsaq dadlı olur bana. Biraz da tuz. Təndir də bax hazır, qəşəng yanır. Çəkdim məni. Bunlar fayqa elədiyim, bax bu vəziyyətdə. İndi kesiləcəm şişə. Bax. Onun üçün baxın, közə baxın. Arasıyıq ki, havası çıxmasın da təndirin istilik qalsın təndirdə. Sanvarımız bax artıq hazırdır. Yəni, tavaq pişənəyəcəm, kəndilər pişənəyəcəm də sayısı ilmi şey. Ben gidip oturuyorum. Dersin de ben. Söz haqqızını alıyorum. 20 dəqiqə saxlayalım. 20 dəqiqə. Bismillah. Böyle bu vəziyyətdə qoy. Biraz qızarır. Bax. Qoyuram üstündə bu təndirə tezdən qızarsın. 5 dəqiqə. 5 dəqiqə saxlayalım. Bax. Qaynayır. And olsun Allah. Göz haqqınızı xahiş edirəm, halal yiyin. Dəhşətdir bu. And olsun Allah, eləyin. Siz təndir olmasa txopqada eləyə bilərsiniz fayqaya. Mən dediyim qaydada txopqa ilə. Super, əla.